Ah bəlalım mənim. Deməli, burada mən hissə-hissə inşallah onları izah edəcəm. Deməli, belə deyək də, 7 dənə planet var. Yaxşı. Bu 7 planetin törəmələri var da, ondan törəyiblər. Məsələn üçün, Əqrəb bürcü ilə Qoç bürcünün planeti Platondur da. Və bu Platon nə deməkdir? Bir saniyənin içərisində çox qəzəblidirlər. Bax, fikir verirsən. Aqressiv olmalar, çox tez aqressivdirlər. Fərqləri nədədir? Qoç bürcündə partlamaları tezdir. Bir dəqiqənin altında partlasınlar, dava eləsinlər. Sanki davaya meyillidirlər bunlar. Davaya meyilli ilə yaranıblar. Əqrəb bürcü isə içi atmaqla. Biri içi atır, biri çölə atır. Əslində, eyni planetin 2 dənə bürcüdür bunlar. Bunları nə etmək lazımdır? Uşaq vaxtından. İdmana çox qoyun. Təkbətək idman növləri, enerjiləri boldur bunlar. Hiperaktiv dediyimiz insanlar, indi müasir psixologiya dilində də, bu uşaqlar hiperaktivdir. Əslində, bu Qoç bürcüdür. Keçmişdə indi elə deyirdilər. Bu uşaqları fiziki idman növlərinə bir növ qoyun, orada tərləsin, orada canları çıxsın. Onlar o enerjilərini orada bitirməlidir. Yoxsa ki, lazımsa evdə dava edəcək, oğlan uşaqdır, dava edəcək, qızsa, qız, oğlan hamısı içsə bir-birlərinə yumruq atacaqlar. Bu, bunun alt simgəsidir. Ekstremal şeyləri sevərlər, adrenalin şeyləri sevərlər, aktivitələr onlar üçün önəmlidir. Hətta bir baxın, bunlar təsadüfən deyil. O, qayanın üstündə tərs yerdə, o dırnağının ucunun kəsə biləcəyi yerlə gerimək, bu ancaq Qoça aiddir. Və onlar o cürlə tərbiyələnirlər. Ən ekstremal, əldə oluna bilməyən şey, bunlar üçün əldə oluna bilinəndir. Və heç nədən çəkinməyəcək.